kimin oğlusan? Cennet ananın oğluyam. Aman 44 gün sənin yolunu gözləməkdən saçlara varım. Gel indi arxamca, Cənnət anadan muşluq alar. Bir gün küçə qapısı açıldı çox sürətlə. Qonşular evdən çıxdı, təəccüblə, heyrətlə. Gördülər ki, Paskalın əlində məktub gəlir. Elə bil caynağında qartal ov tutub gəlir. Aldılar bir qeydimdə Paskalyonu dövrəyə. Mektub kimdədir? Söyle, yedirmirsən niye? Zilbəyir gözlərini ananın gözlərinə. Paskalyon qanat taxdı öz şirin sözlərinə. Neçə gün bundan əvvəl məndən küsən inciyən, məktub olmasa bir də bu evə gəlmə deyən, hörmətli, möhtərəm anayadır bu kağız. Hamı bir səslə dedi. Gözlerin ardına yüz. Anın gözləri yaşlı, ətir saçlı dilindən. Tez öpdü Paskalyonu məktub verən əlindən. Ana, bax, bu da sənin canlı məktubu.